Hər kəs salamlar. Mən Çingiz Pəhlivan. Deməli, əziz dostlar, çox maraqlı bir sual veribdi bir izləyicimiz. Elə bu suala da cavab vermək istərdim. Mənə elə gəlir ki, elə izləyicilərə də maraqlı olacaq. Deməli, sual nədir? Deməli, sual verir ki, salam Pəhlivan. Azərbaycanda tanıdığın güclü pəhlivanlar kimdir? Deməli, belə. Azərbaycanda mənim üçün güclü pəhlivan Famil Şahdağlıdır. Famil Şahdağlının da şəklini göstərin, baxın, budur, əziz dostlar. Nəyə görə? Çünki Famil Şahdağlının yaşı 40-dan yuxarıdır. Hələ də o gücünü itirməyibdir. Hələ də o güclüdür. Hələ də onun qaldırdığı çəkini ya mən, ya da başqa bir digər gənc pəhlivanlardan hələ ki qaldıra bilən yoxdur. Ona görə də mənim üçün güc pəhlivanlarından söhbət gedir. Ən güclüsü Famil Şahdağlıdır. Keçdik növbəti suala. Biraz gənc pəhlivanlardan, ağsaqqallardan danış, pəhlivan kimi yaşayanlardan danış, millətimiz tanısın sənin də. Ya bilmədim sənin nə deyib, yəqin mənim sayəmdə deyib. Gənc pəhlivanlardan da ki, mən demişəm, dediyimin də arxasında dururam. Yəni, ülvi pəhlivandır. Gördünüz, bu qardaşımızdır. 22 yaşı var, Beyləqanda yaşayır. Həm fiziki güclüdür, həm bədən cəhətdən, əzələ cəhətdən, səhnə cəhətdən çox güclüdür. Yəni, ülvi pəhlivan inşallah özünüz də görəcəksiniz ki, məndən də daha güclü olacaq və Azərbaycanın bayrağını inşallah Allahın köməkliyi ilə xarici ölkələrdə dalğalandıracaq. O ki, qaldı ağsaqqal pəhlivanlara. Ağsaqqal pəhlivanlardan da bizim ağsaqqalımız 2 nəfərdir ki, gənclikdən, cavanlıqdan pəhlivan kimi yaşayıblar, pəhlivan kimi fəaliyyət göstəriblər. Biri Müsəllim pəhlivandır, bir də ki, bizim pəhlivanımız Səbrabadlı Ağabəy pəhlivandır. Allah onların ikisinə də ömür versin. Bu qədər əziz dostlar, Azərbaycanlı gücü.